1-ci Qarabağ müharibəsi şəhidi Cahangir Hüseynov. Cahangir Hüseynov 1970-ci ildə Tovuz rayonunun Aşağı Qüçü kəndində anadan olubdur. Aşağı Qüçü kəndində məktəbə gedib, məktəbi bitirəndən sonra hərbi xidmətə getdi. Hərbi xidmətini başa vurandan sonra qayıtdı, gəldi Tovuz rayonuna. Ondan sonra Cahangir Bakı şəhərində texnikuma qəbul oldu. Texnikumu bitirəndən sonra təkrar qayıtdı Tovuz rayonuna. Qayıdandan sonra işə girdi zavodda. Biz bir-birimizi gördük, tanış olduq. Böyüklərimizin razılığı ilə biz evlənmək qərarına gəldik. Cahangir mənə dedi ki, Sabirə, mən müharibəyə getmək istəyirəm, şəhidlərimiz olur. Mən torpağımızı qorumaq istəyirəm. 94-cü ilin fevralın 17-sində Cahangir getdi Füzuli rayonuna. Cahangir təzə evliliyinə görə oradan icazə verdilər ki, get ailənin yanına. Gəldi, ona 15 gün icazə vermişdilər. Düzdür, o 15 günü qalmadı. 10 gün qalmamış, dedi mən gedirəm. Getdi müharibəyə. 1994-cü ilin mayın 4-də Gülay arasından vuruldu, şəhid oldu. 1994-cü ilin noyabrın 26-sında bir qız evladımız oldu. Qızımızı böyütdüm, ali təhsil verdim qızıma, ailə həyatı qurdu. Qızımın 2 dənə oğlu var, 2 dənə əsgər balası böyüdür. Fond tərəfindən şəhidin həyat yoldaşı Sabirə Hüseynova Ələkbər qızına tibb istiqaməti üzrə dəstək təmin edilir. Sağ olsun cənab prezidentimiz, yaxşı ki bizim prezidentimizdir. Yaxşı ki Yaşad fondunu yaratdı. 2020-ci ildən bu günə Yaşad fondu hər zaman əli bizim üstümüzdədir. Bizi dərmanlarımızla təmin eləyir. Mən özüm 2020-ci ildə ağır əməliyyat keçirdim. Onkoloji xəstəyəm. Xəstəliyimlə bağlı gücüm çatmadı. Mən dərmanlarla bağlı Yaşad fondumuza müraciət etdim. Hər ay Yaşad fondu dərmanlarımızla mənə kömək eləyir, mənə dəstək olur. Yaşad fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı Yaşad.gov.az rəsmi internet saytının hesabatlar bölməsindən əldə etmək mümkündür.